Mən sən bir dəfə Hər yeri sildin. Stol əskisi deyil xanım o. Stol üstü deyil. O sırf mebelin ətraflarını silməkdən ötürür. Stol üstü narahat olmadı əşqim. Başqa yerindən çıxardıb silmədim ki. Hara dəysə də stol da təmizdir, mebel də təmizdir. Ən azından ayaq qoyulmur ora. Yaxşı da xahiş edirəm. Get də. Bilsən ki, mən söz altında qalmayacam da. Özün də bilirsən ki, mən canlılarda söyüb ədəbsiz danışan deyiləm. Dur, get bayramdır da. Qoy ölək öldüyümüz yerdə qalaq. Görək nə pişiririk. Mən hazır edib içini doldururam. Yuxum gələndə gedib yatacam. Bax, burada sədiyirəm. 3600 nəfərin içində. Sababa palaskat eləmə stol oturanda ki, bunu sən bir şey yoxdur mu? Yo, elə şey yoxdur. Qızlar elə şey olar səncə ömür boyu. Mən imkan verməm sən yatılsa. Salam, siz tort pişirə bilirsiniz. Mən tovuz. Mən profesional kuta pişirərəm. Tort nə idi? Eviniz neçə otaqda? Hələ bir, nə görsən kuxumada yeyirik, burada yatırıq. Hamısı. Ondan başqa. Hamısını burada yeyirik. Zirəysiz, çox sağ ol. Ömür, sənin o qoyduğun göz muncuğu smaylikə qurban olum. Bəli, o mənim üçün ən dəyərli bir şeydir də, ən dəyərli. Bacın sizdə qalacaq. Ay qız deyirəm, sən də bacı nəydən ötürdü, basıb işlətməkdən sonra axırda da sabahlar bir qismət yemək verəcəm. Bir sənətlər eləyəcəm. Bir qazancına həm aş qoyacam, həm dolma, həm ləvənci, həm balıq sökət. İkiniz də mamanızı oxşuyursunuz. Min şükür. Mən fəxr edirəm ki, mamamın qızıyam. Bəli. Allah ölənlərimizi rəhmət eləsin. Atama da mən oxşuyuram. İndi olmasın, torpağı san yaşayayım. Allah qəni-qəni bütün ölənlərimizi rəhmət eləsin. Qızlar, bu arada Luna'ya indidən yazılın ki, bayram indirimlərindən həm yararlanın, həm də bayramdan sonra. Seva xanım, xoş gəldiniz. Seva çökəlib, əlbəttə ki, bayram indirimlərindən yararlanın. Bu arada salyarımın qiymətləri münasibdir. Möhtəşəm və xüsusi yağlar var Luna'da. Salam Seva, əleykümə salam. Veteran Miri. Hörüsəni Miri. Qaddan alım. Ay, sizin bütün veteranların. Bacım, çox sağ olun. At dişin yoxdur, var. Yarısı var, yarısı yoxdur. Yarısına pulum çatdı. Yazıb bacının başını. Az yox, az. Məzələnsən. Az yox. Su yığılır başıma. Başıma su yığılır, geçəlir. Az düşür, gic qızı, gic. İsmail'dan salamlar. Canım gözüm. İnsan deyir, doğulduğu yerdə yox et. Bəzən insan var, doğulduğu yerdə xoşbəxt olmur. Yaşadığı yerdə xoşbəxt olur. Canım gözüm İsmail'ım. Öpürəm. Vəndam. Bizlam, Hacman, Xatman, hamısını çox istəyirəm. İsmail'ım. Saçım açıb, açdım. Sumqayıtdan salamlar. Sumqayıtdan salamlar var. 12, 14, 16 hamısına salamlar. Eldar bəy, Çalva bizim ürəyimiz. Mən Çalva gəliniyəm, Çalvalıların gəliniyəm. Bəli, Çalvaya asıl olun. Seva, Səfərin adı nədir? Seva Buşteriya. Can, çox sağ olun qızlar. Bacımın adı Sevda. Göyçay, Quşəncə. Göyçayın bu dəqiqə turşusunu istifadə eləyəcəm. Baskal, Çalağay Baskal, canım gözüm Baskal. Ramal. Dişvən olub, dişimi qayıtdırıram. Hirakıllı, necəsən? Boyda qızı var. Hirakıllı. İkiniz də ürəksiz, siz də elə mənim ürəyimsiz. Seva, saçını kim kəsib, müdiriyyət? Qurban olaram sizə. Mustafa Tekstildəki videolarımı bəyənin gəlində, xahiş edirəm. Bir də Glamour Butik, deməli, Laçın Ticarət Mərkəzinin 2-ci mərtəbəsində Glamour Butikdə bütün toy donları düşüb su qiymətinə. O qədər gözəl donlar var, qızlar. Xeyr, mən Çalvalı deyiləm, yoldaşım Çalvalıdır. Az qayıtdırıram nədir? Nə dedim ki? Subaydır? Yox, dedim ki, qəşəng kəsilib. Xeyr, bacım subay deyil. Azəri qızı Günələ oxşayırsınız. Təşəkkürlər, öpürəm. O da bizim qızımızdır. Subay deyiləm mən. Nə? Bir subay deyil. Hə, indi subaydır, bəli. Çox sağ olun. Nənə gəlir. Mənə gələr. Yox, qardaş, xahiş edirəm. Rusların bir sözü var, Rastayanı xahiş edirəm. Rastayanı saxla. Duruşma. Orada dayan, buradan söhbət elə. Orada dayan, bura yaz. Biz səndən söhbət eləyəcəyik. Çaşmada xahiş edirəm. Sevda ürəyi, Hirakıllı öpürəm. Təşəkkürlər. Talışlara salam. Talışlar ürəyidir. Talışların mərd ürəyi, kəsməyə təndir çörəyi. Talışların mərd ürəyi, kəsməyə təndir çörəyi. Sizə qurban mənim ürəyim, sizə qurban mənim ürəyim. Talış balası, salyan balası. Nərmin, WhatsApp-a bax, ya Allah. WhatsApp-a baxın da, problem deyil. WhatsApp-a indi baxa bilmirəm, axı telefonum bir dənədir. Çıxandan sonra. Xonça Bay Ziba, təşəkkürlər. Çox sağ olun, xonçalarımız çox olsun. Çoxlu evlənsinlər, gəlib sizdən xonça alsınlar. Amma siz də indirimli qiymətə verərsiniz.
Normalde xonçalar 6-7 manatdan başlayır. Nərmişəm, bax Aycan tamam ürəyim. Bacı candır, bəli. Veçna çalva. Bəli Eldar, bəli çalva. Çalva orada pişir halva. İtə oxşayır. Təşəkkürlər, var olun. Qıcı, minnətdaram, var olun. Yığılmaqdan nə gözəl olmuşsan, nə günə qalmışsan yazmışdan. Ləvəncini doldurdunuz indi. Sabah gedirəm. Əla Eldar, sağ salama. Salam mənim Elmar mətbəxinə xoş gəlmişsiniz. Bugün mən nə hazırlayacağım? Azərbaycan mətbəxində özünə xüsusi, məxsus bir yer tutan gözəl şorvoqal. Seva, Aycan. Sirlər, süfrələrimizi tükənməyən, ləzzətli, dadlı, xırçıldayan, bol ədviyyatlı, ətirli şorvoqal. Bizə bugünkü qoğal üçün nə lazımdır və mən onu vurğulayıram. Bu mənim reseptimdir. Çox fərqlidir, amma çox gözəl nəticə var. Məndə burada 1 kilo undur, 150 qram yağdır, 200 qram xamar, 3 yumurtanın sarısı, 1 stakan. Burasına belə basanda ağırdır. O niyə elə qalın geyinmisən sən? Sevda, o niyə elə qalın geyinir? Qaşınır özdə. Dayan da. Nədəndir? Hər şey. Nənə, qaşınmağı demirəm, basanda ağırdır deyir. Ağrıqını alıb da. İstidə olmuşsan, çoxlu soyuqda. Yox, heç birində olmamışam. Dünən sizi 170'in yolunda gördüm. Ora arada. Orada qalıram da mən. Sən başqa mənada görə bilərsən. Sabah bayramdır. Sevda bacı, telə bax da, hansı nömrəyə? Sevda, nə olar, elə də qurban olum. Onlar nə vecinə oturublar, özləri oradan yazırlar. Nə yazmışsın? Çünki mən bu işi buxuna meybilini siləcək. Buxuna da yerini silib çıxacam, yapacam. Paxlava bişir. Sən aparın Luna'ya salyarına girək. Hə? Paxlava. Şəkər buralarım da budur. Mamama ümidli olan şansız qalar. Az elə demə, dəlisən Mamam qoydu, qızartdı. Amma bunları mən özüm pişirdim. Görsüz qızarmayıb. Bax. Allah haqqı. Bir dənə qolumun sistemi mənə 8-dən şəkər buramı qızartdı. Buna baxın qızlar, necədir? Amma bu qızarmışları mamamın ümidinə qoyub getdim. Niyə bəzəkləri yoxdur bu? Allah haqqı. Qızaranları verəcəm, mamam yesin. Bir sən nədir? Şit yağını buna baxayız. Mama nətər qızartdı. Ver o yiyeyim dənəm. Canım. Qıpqırmızı qızartdı. Resepti dedə qızlar. Mən özümü tərifləmirəm. Yəni bu şəkər buranın görkəmi sizin dildə desəm biraz nətərcəldi ola bilər. Amma dadı... Aftoshop, səni öldürəcəm. Sən mən səhvəmə geçməliydin. Aftoshop nədir ki? Sənə hatırlat. Deyirəm, bacım sabah gəlsin, maşının kamerası xarab olub, düzəldirsən, de bacı. Yoxsa onu burada deyərəm ki, tuxta mallar satır, Kitayın ən geridə qalmış mallarını satır. De bacı. Ay bala, bu mənim səhvəm deyil, Nərminin səhvəsi. Deyir, Aftoshop'u tanıyıram da, Babəkdə mən onların yayda yerini seçmişəm. Bacı, indi de ki... deyilən sən. Nədir? Bir Quran, hər Nənə, yolu. bir dənə götürürdüm, nə oldu? Öldürəcəm səni. Gidəcəm səni. O götürdü, bu da gərək götürər. Yeni. Qızlar, saçımın rənginiz Röya Studio. Düz deyirəm, studio sözünü. Studio. Hə. Bacı, dedi Aftoshop'a. Aftoshop'a nə deyim? De ki, bacımın maşınının kamerası xarab olub, zadini eləyəndə kamera göstərmir, gəlim düzətsin. Eşitdin Aftoshop dediyi sözü. Da bir də mən təkrarlamıram. Sabah gəlsən yanına düzəldir. Var, kamera zad var. Prosta arxa zadini eləyəndə bir də YouTube'a girir. Sevda, haycan. Səhvəni tapa bilmirəm. Ah, səhvə getdi. Seva Buşteriya. Yaz, təzdən açmışam. Buna bax da, az nətər hədiyyələr atırıyor bura. Səni öldürəcəm. Darıqma sən. 30-40'a bax.
Get Redmin gət bura, cəmat nə yazır. Ağrıdırım anne. Get Elnura dinə masaj eləsin o yağma. Südçüsən Gətirmişəm. qatdın, qarışdırdın, bəlkə qidalardandır. Ay Seva, qulağındakı hərif 7 manat. Qızım 30-40 necə bax, deyir, videoda da yeyib, nəsə qatıb qarışdırıb, yanığın yeri şişib, qızarıb. Müstəfən sabitlə. Kül başı qıza. Təşəkkürlər, var olasın. Anne sprey kabım var. Gəl qolubu bir də göstər burada. Sprey kabım Hə, var. bu nədir ki? Mas. Vazilin. Vazilindir də nə? Qoxal edirsən, hə, qoxal edirəm. Burası çok pis ağrıdı. Çıxart da sən də denən də köynəyi çıxartsın, getsin Mayka geyinsin. Marka giyinirəm. Ya marka var da. Ay Allah, mənə öldür. Çıxartsın. Ne? Oy da ağrıdır bura. Get şey alır, bir Nuranı. Nura biraz masaj eləsin. Mama ağrıdır deyirəm. Get Elnura dinən biraz masa. Elnur. Ay deyirəm ağrıdır masaj elə deyir. Hə, hə. Okey, get əyri qolu belə qoy, biraz qalsın. Gəbrə Elnurun əli şəfalıdır. Bura gəl Mələk. Gəbrə Mələk. Elnur. Elnur. Ömrüm dur bir də Mələyin biraz əlinə vazilin burada qurban olur. Gəl bura bilmirəm. Otur sən. Otur. Burada çevirəcək. Yan. O düşən bilmirəm. Nə olar, mən ekranı vurun da. Allah versin istəməm. Ekranlar verin. Nə bileyim, yerə tökməyə. Bizim burada. Paltarları kim sökdü ki burada? Tökülmüş deyirəm, mən gətirdim. Harada tökmüşdü? Bir damcı tökün vazilindən. Heç nə deyil, səsdim kötü. Bir vazilin burada, bir damcı vazilin burada. Şu daha Kimdə gəlirsən. axtarırdı ki? Heç kim seninlə mən götürəndə Deyirəm şeydir. Budur. Hə, dərmandır. Döş qapağına görün. Bu, buradan mənə tökmə. Nene, qoy başaltı bulansın, düzəldərəm. Paltar yuyanı atıram. Burada nə götür? Eybi yox, qoy dəysin. Qoy dəysin, neylə də paltar yuyanı atacaq. Ey oğlum. Söbəsdilər. Bəsdilər. Bunun için qoyubsun kameraya. Mən eləmə, mən. Gəl sonra bunu bağla. Onu bağla. Mələk, niyə bizim masajı xoşlamırsan? İməni Elnurun masajını xoşlayırsan? Nəri qəribətdən siz. O bəşər eləyir, siz yavaş-yavaş eləyirsiniz. Mələk may ayında yanıb. Qızlar, yanıb da normal bir şeydir də. Bu yana o olub. Elə ağrıdır. Hə, Elnur, iməndə bu hissəsi ağrıdır. Nə yedin Mələk? Turşu xiyarı çox yedi. Zərif yerdə. 5 dənə turşu xiyar yeyib Elnur, odur. Dirsəkdən, o qəşin. Odur. Gördün, mən səni gördüm. Mələk, üzündə qalıb ləkə. Uşaqların üzünü görürəm ki, səhər çıxıb axşam gəlirlər. Bu gedəcək, bu heç. O əməliyyatla götürmək olar. Yox, gedəcək əsasda. Əsas bunlar da gedmişdilər. Qolu da ancaq yanan, gözü yanmışdı, kipriyi, saçı, qolu, üzü. Bir də qulağı. Hə, üzü bütöv yanmışdı. Üzü hamısı, mən dedim. Üzü bütöv yanmışdı. Allah. Qızlar, Mələyin sizə şəklini göstərərəm. Şok olarsınız da. Deyərsiniz o bu uşaqdır. Təsəvvür elə var, bir dənə yanmışdı. İlahi pərverdigarı. Pişmişdi də bildiyiniz. Su ilə qazdan. Nə qədər qoğal dedinizsə. Sən saçın nəzərə gətirdi Mələk. Saçın çox uzun idi. Saçım indi cümləşir mənim. Qıpqırmızı olur günün altında. Sən köynəyin rəngi var ya, Allah'ım da. Elnur, biraz da masaj elə bəsdə ömrüm. Sən də əllərin yorular, qurban olun. Su qaz. Yo, o xoşlayır. Elnurun masajın əvvəldən yandığı gündən, xəstəxanadan evə gələndən, may ayında yanıb Mələk. Xəstəxanadan evə gələndən ancaq Elnurun əli masajını istəyir. Biz istəmirik. Bizim masajımızı o istəmir. Ancaq deyir ki, eliş eləsin. Həm də Elnurun əli də şəfalıdır. Elnur Çalvada Hacala Əfəndi var, daşı, qəbri olan. Yoldaşım onun nəvəsidir. Bu arada yoldaşım Ağır Övliya nəvəsidir. Canım mənim. Neynədir Mələk? Mələk yanıb. Mələk yananda mən Şirvanda imtahan verirdim. Xəbərim yox idi.
Yadınızdadır qızlar, Şirvandan imtahan verdim, canlı açdım. Dedi, restoranda yer tapırıq, restoran qabağında pendir, çörək, qalbasa yedik. Axırda da termosda çay içdiyi var, buradakı olan izləyicilərdən. Orada da lağa qoydular ki, kül başımıza, restoran qabağında termosda çay içirlər. Həmin günüba mələyin yandığı gün idi, amma bilmirdi ya biz yanıb. Bilmirdik biz yanıb. Bizə yolun elə bir biz sürüb yola davam eləyəndə yolun yarısında zəng vurdular ki, uşaq yanıb. Hə, valla. Axırıncı imtahanımı ora vermişdilər. Mən 11 illik imtahanımda atestatımı almamışdım. Mən atestat almamışdım. Bildiyim normal əməli başda getdim. Oxuduğum məktəbdə 2 dəfə verdim. 3-cü imtahanımı da getdim, Şirvanda verdim. Necə oldu? Yandı da, yandı, nə olar? Qayıtmaq istəmirəm, anası icazə vermir danışmağa. Aparanı biz ona göre hazırlıyoruz. Biz yoxluq. Bəli, bacım qızıdır. Aktiv değil. Mən bura əlavə edirəm. Amin, çox sağ olun. Su, qaz. Şəkər. Və mən bura əlavə edirəm. Üzü gedib, hə, bəli. Yox, 10 günə qədər gözü açılmadı. Üzündə də qalıb, qolunda da. Əməliyyat yazıblar da, inşallah olacaq. Qolun problemi yoxdur, üzü olmasın, qız uşağıdır, özü də kukuladır, mələk. Bilənlər bilir. Bir saçı var idi burada, yandı, heyf, kül oldu uşağın saçı. Amin, amin ay bacı, amin. Qoğal eləyir indi də, hə. Sizə də yığışdırım o fındıq qabığınızın stolun üstündən. Ya şurqabı yürüdüm, Çəkdim, yoğurdum, düyü qatdım. şurqabı yürüdüm, dedim, elə. Hansı burada? Qapağı orada, özü də orada. Sən mikseri götürürsən, yuyum. Yox, xəmir yoğuram, səbirli olurum. Yox, bir söz demirəm. Onda mən burada ləvənciləri doldururam. Onun qabağına qoydum. Qızlar, alovdan yanıb da nə olar? Çabab çəkəndə bilməyiblər, olub da olub. Nəcəb zakaz pişirdirmirsiniz? Ay Tovuz, özümüz bacarıqsa niyə pişirdirək ki? Allah canlarını sağ eləsin. O zakazı hazırlayanların, əziyyət çəkənlərin, Bəyənmirik. çəkənlərin bizi qane eləmir. Çox quru olur qızlar. Hədsiz dərəcədə quru Gedəcək olur. yüzü, hə, bəli, Yusif. Bizim o şəkərbura paxlava ailəmizdə uşaqlarımızın ağız dadı var, ha. Onu eləyən yoxdur. Tapa bilmirik onu. Ona görə özümüz eləyirik. Bir də nə olub ki, biz özümüz eləyirik də. Gec olmayacaq qoğal. Yo. Hələ bundan sonra dolma falan düşəcək. Mən yox, ay qız, mən gedib yatacam. Ləvənciləri doldurub gedib yatıram. Saç süper, çox sağ ol. Hüseyin Yusuf var olsa nə? Niyə yarım çay qaşığı? Mən qoğalı, xəmiri və mən bura əlavə edirəm. Qoyu qaşığı. Amma hazırlıqda xəmir nəzərə alınan ərzaqlardan götürdüm. Sizin kenarda şəkəriniz də var. Nə istəyirsən? Hə, mama gəldi yenə. De. Mama eşidirəm. Bir dənə mama. Hə. Mənim boşaltılığım vardı. Sənin başaltılığın içinə. Onu qoymuşam yuxarıda çamadanların içinə. Amma niyə mənim? Nə istəyirsən ki onu? Gətirib gəlib verərəm. Bildim. Sözü deməyin qaydası var da, bilmir. İçinə qoymuşsan yoxsa üstünə? Üstünə. Şükür elə bir gedib çöpdən götürərəm. Götürə bilmərsən onu sən. O çox arxaya düşür. Mən gəlib verəcəm. Bir də arxaya içmişəm. Hə, itmişəm arxaya. Salam mənim əzizlərim. Elman mətbəxinə xoş gəlmişsiniz. Bugün mən nə hazırlayacağım? Azərbaycan mətbəxində özünə xüsusi, məxsus bir yer tutan gözəl hər evdə sevilən, süfrələrimizi tükənməyən, ləzzətli, dadlı, xırçıldayan, bol ədviyyatlı, ətirli şor qoğal. Uğuş. Bugünkü qoğal üçün Elnur, Uğuşu bir də göndər də mənə. bu mənim retseptim Uğuş. çox fərqlidir, amma çox gözəl nəticə verir. Məndə burada bir kilo Uğuş, bura gəl xala qurban. 200 qram xala, 3 yumurtanın sarısı, 1 stəkan su, 1 stəkan Uğuş, mən oradan aç şkafı. Orada zubatiskamiz olmalıdır. şəkər, duz. Zubatiska olmalıdır orada. Diş çöpü, bax oranı aç. Hə, aç yuxarını. Yavaş aç şkafın qapısını. Şirin qoğalı
Gətir mənə. Biz sadece olarak bizde Allah. Bir dənə. Hə, yo, çox. Nə alacaqsan? Hara batıracaqsan? Alper için ben lazım olur. Ver mənə. Qoyma ora, gətir bura zubatiskanı. Yarım stakan yoğurt su. Hara batırsan? Hə, belə. Eləmə oğlum, mən eləyəcəm. Kömək eləmə dənə. Yox, etmə. Zubatiskanı gətir, qoy bura qab qarışıq. Xala qurban. Saat koy 4-5 tane halının elinin altına. Buraya ilave edilen 2 koyu kaşığı ve onu Ay Allah, necə gördü ləvənci. kendi sünnetine Bu hansı balıqdır? Hansı balıqdır? Sazan. Sabaha hazırlayırsınız. Sabah şeylər üstü, bayram. Tonqal da yandırırsınız. Yox, tonqal yandırmırıq, istəmirik. Gecə yerimizə gör, neyə bilirik. Uşaqlar yandırır. Tonqaldan yandıran gecə yerinə eləyir. Yox, saat 8-də yandıracaqlar. Saat 8-də yandıran üstündən atlaman gecə yerinə eləmir. Yox. Mən eləmirəm, mən qorxuram. Nə balıqlar batmır heç. yarım çay kaşığı Nənə, əməliyyat başlasın. çay kaşığı Ver mənə. Dıt. 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 hazır kopandı. Dıt. Onun için de ben sarı Bax, cəhənnəmdə, cənnətdə, cəhənnəmdə bax, belə yeyəcəklər adamı. Soxacaqlar, bax. Yazığı deşin. Dıt. Dıt. ezerim onu bu rengi. Bunu erzaklarına ilave edip karşılığında un elemende Sıra koydum. Ver də oğlum, ver mənə iynə Ha. şeydən, zubatiskadan. Kim bilir buna bak. ve sizin kalbiniz daha da güzel dinleri Buyurun. genelde çok güzel olur. Onun için de Mən eləmədim. Heç eləmirəm məndə. Bağlanır. Pişəcək, pişib özü pişəcək. Götür bu zubatikaları at bir qabına, yığma yerinə bir Ben qabına. eləmədim. Ben elə də ağzımda koydum. Hazır Sevda. Turşuladım özdə üstündə. davarının sarısı. Keç, o zubatikanı apar qoy yerinə, əlvi yu. Ver mənə bunları. Əlvi get yu, tez ol. Erzaklarda İki əlvin ikisini də yu. Ha. bir Tez oradan yu, tez o qabları yu. Keç, tez. 3 yumurtanın sarısı, 1 stakan su, 1 stekan süt, şeker, Elə söz yoxdur, nə söz yoxdur. siz bu xəmiri hətta şirin qoğalda da istifadə edə bilərsiniz. Biz sadece olarak bizdə içiliklər fərqli. Təbii ki, şok qoğal, Yox, içmədim. Balıq şişir, şişən şeydir də, bişdikcə su bir şey şişir axı. Şişib onun içindəki o ləvənci tutacaq. Qızlar, mən ləvəncini çox gözəl bişirirəm. Çünki mən 7 il qutab ev işlətmişəm. Ümumi restoran işlətmişəm, ha, qutab evi yox. Mən Bakıda da 1 ilə qədər bizdə təndir evi işlətmişəm. Mənim ləvəncimin dadı tərif eləmirəm, amma bilənlər bilir. Necə ki, mənim qutabımın ədavası fərqli idi, bu da belədir. Gördük, yaxşı da almamışam, qozu. Pulum cibimdə qaldı, ha. Gəldim evdə. Çox sağ ol, Seva, əziyyət çəkmə, ürəyim. Bayramın mübarək olsun. şeker,
Bir xörək qaşığı tuz, yarım çay kaşığı sarımsak, Sevda yasak almamışam. çok fərqlidir, amma çox gözəl nəticə. Bir kilomunda 150 qram yağ, 100 qram xamar, 3 yumurta sarısı, 1 stəkan su, 1 stəkan süt, şəkər, duz. Mənim xəmirim. Mən onu vurguluyum ki, siz bu xəmiri hətta şirin qoğalla da istifadə edə bilərsiniz. Biz sadəcə olaraq bizdə içliklər fərqlidir. Təbii ki, hər şirin mən edirəm. Mən birinci aparım hazırlayım. Apar üçün mənə lazım bir xörək qaşığı quru maya, yarım stəkan yoğurt su. Aparanı biz ona görə hazırlayırıq ki, bizim mayamız aktivli deyil. Mən buraya əlavə edirəm bir xörək qaşığı dolu olmuş şəkər. Mən buraya əlavə edirəm 2 xörək qaşığı və onu vurğuluyum ki, xəmir üçün alınan yağlardan götürmür. Yəni sizin kəmərdə şəkəriniz də var, ununuz da. Mən apararım, hazırlayıram. Apararım gedənə qədər. Ələnmiş ununu əlavə edirəm. Bir xörək qaşığı şəkər. Bir xörək qaşığı tuz. Ne yiyeyim ya? Sevda ne yiyeyim? Sevda ne koyuyor? Hadi hadi de. Bir xörək qaşığı şəkər.